Salam, xoş gördük İlm TV izləyiciləri. Bugünkü mövzumuz Qərbi Azərbaycan həqiqətləri və onun dünya ictimaiyyətinə çatdırılmasıdır. Qonağımız isə tarix üzrə fəlsəfə doktoru Dosen Sübhan Talıblıdır. Sübhan müəllim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Bugün ölkə gündəmində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyət kəsb edir və tez-tez vurğulanır. Və Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün ən əhəmiyyətli və təsirli vasitələr hansılardır? Təşəkkür edirəm. Əlbəttə ki, Azərbaycanın hər bir tarixi, Azərbaycanın hər bir mədəni mənəvi irsi bizim üçün o cümlədən də Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycan tarixi torpağımız olan, əzəli torpağımız olan Qərbi Azərbaycanı bilmək, öyrənmək, təbliğ etmək, dünyaya çatdırmaq hesab edirəm ki, dünyada yaşayan hər bir Azərbaycanın bu vətəndaşlıq borcudur və bu bizim üçün bir milli vəzifədir, milli borcdur. Və bu baxımdan da təbii ki, ilk öncə biz bu məsələləri faktlara söykənərək, sənədlərə, arxiv materiallarına, epiqrafik abidələrə, tarixi abidələrimizə, milli mənəvi irsimizi dərindən bilərək və bunu dünya ictimaiyyətinə çatdırmalıyıq. Çatdırmalının müxtəlif formaları var. İlkin məsələ bunu təbii ki, biz beynəlxalq konferanslar təşkil etməklə birinci məsələ budur. Təbii ki, yaxşı olar ki, bu həmin konferansları xarici ölkələrdə, təbii ki, bugün də bunlar keçirilir, xarici ölkələrdə keçirək. İkinci bir məsələ, biz xarici ölkələrdə Qərbi Azərbaycanın tarixinə, mədəniyyətinə, mənəvi hissinə dair elmi seminarlar təşkil edək. Və bunu təbii ki, bunlar da xarici ölkələrdə mövcud olmuş universitetlərdə, tədqiqat mərkəzlərində olması məqsədə uyğundur və bunun təsir dairəsi daha geniş ola bilər. Digər forma isə bunun biz dünya ictimaiyyətinə, təbii ki, biz özümüz də şərqşünaslıq institutlarında da dəfələrlə bunu Azərbaycan həqiqətlərindən bağlı, yəni şərq ölkələrinə çatdırmışıq institutumuzun bir sıra tədqiqatçı alimlərlə birlikdə və burada da media vasitəsilə, yəni xarici ölkələrdə mövcud olmuş media, yəni bu ərəb dilli media və bilirsiniz ki, ərəb dilli mediada da, xüsusilə ərəb ölkələrində tarixən, yəni erməni diasporası, erməni yəni dəstəkləyən erməni qüvvələr həmişə çox fəal olublar və bu fəallıqda bilirsiniz ki, bizim o əsas da İrəvan məsələmizdə olub və o dediyimiz kimi İrəvanın tarixinin erməniləşdirilməsi, Qarabağın erməniləşdirilməsi məsələsi olub ki, və bunu da zaman-zaman bizim xalqımıza qarşı ediblər. Və bizlər də çalışmışıq ki, bu informasiyaya qarşı həqiqətləri ortaya qoyaq. Və dediyimiz kimi, bax, bu da təbii ki, informasiya, media çox mühüm rol oynayır. Və hesab edirəm ki, bu medianı və biz həmin mediaya çıxışlar etməliyik, həmin mediada mütəmadi yazılar dərc etməliyik, həmin mediada müsahibələrimiz Azərbaycan tədqiqatçılarının, Azərbaycan alimlərinin və bu sahədə məşğul olan birbaşa şəxslərin çıxışları olmalıdır. Və bunların da çox böyük həm siyasi, həm hüquqi, həm ictimai əsər olmalıdır. Digər məsələlərdən biri də biz bunu deməli qeyri-hökumət təşkilatları vasitəsilə etməliyik. Və dünyada mövcud olmuş qeyri-hökumət təşkilatları ki var və bunlara da çıxışlar etməliyik. Bunların vasitəsilə də həmin ölkələrdə, yəni Avropa ölkələrində, daha ölkələrində və Qərbi Azərbaycanlıların deportasiyası məsələsi, miqrasiya məsələsi, qaçqın məsələlərimiz və dağıdılmış tarixi abidələrimiz məsələlərimizi zaman-zaman gündəmə qoymalıyıq, zaman-zaman tədqiqatlar aparmalıyıq. Və dördüncü isə hesab edirəm ki, ümumiyyətlə Azərbaycanı tədqiq edən, Azərbaycanı öyrənən və xüsusilə siz demişkən Qərbi Azərbaycanı tədqiq edən jurnalist olsun, tədqiqatçı olsun, alim olsun və ictimai-siyasi fəal olsun və s. onlara biz də məlumat baxımından, yəni informasiya baxımından, yəni dolayı yollarla onlara əməkdaşlıq etməliyik ki, bu informasiyanın deyək ki, dünya ictimaiyyətinə çatması əlçatan olsun. Və digər sonuncu məsələ isə təbii ki, biz bunu beynəlxalq hüquqi müstəvidə, beynəlxalq təşkilatların, yəni diqqətinə, nəzərinə çatdırmalıyıq. Hüquqi müstəvidə bəs necə dəyərləndirilir ümumiyyətlə? Siz də bilirsiniz ki, əsası deyək ki, ümumi lider Heydər Əliyev tərəfindən 1948-53-cü illərdə tarixi İrəvan Azərbaycan deportasiyası haqqında bir hüquqi sənəd imzalanıb. Və bu hüquqi sənəd biz tarixçilərə, biz elm adamlarına, hesab edirəm ki, ictimai-siyasi xadimlərə çox mühüm bir hüquqi bir əsasdır ki, yəni bunu biz ortaya qoymuşuq. Və digər bir tərəfdən də, bugün də Cənab Prezident tərəfindən də deməli, Qərbi Azərbaycana qayıdış bir konsepsiyası hazırlanıb.
Bu da bizə nə əsas verir? Əsas verir ki, hər bir Azərbaycanlı övladı üçün, hər bir Azərbaycan tədqiqatçısı üçün, hər bir Azərbaycan vətəndaşı bu məsələlərini beynəlxalq müstəvidə, beynəlxalq hüquq müstəvidə həll etməkdə bir növ bir proqnoz, bir konsepsiya ortaya qoyulub. Burada biz əsasən əsas hüququ baxımından biz demək götürürük Ümumdünya İnsan Hüquqları Bəyannaməsini. Bu çox birinci bu sənədə, bu sənədin bəyanatlarına, bəyannamələrinə, eyni zamanda mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakta biz söykənirik və eyni zamanda qaçqınların statusuna dair konvensiyalara və eyni zamanda BMT-nin bir sıra qərarlarına, qətnamələrinə, bəyanatlarına və bəyannamələrinə və bunlara söykənərək, bu müddətdən çıxış edərək, təbii ki, bilirsiniz, öncədən dediyimiz kimi, Qərbi Azərbaycandan Azərbaycan deportasiyası məsələləri var. 1918-21-ci il, 48-53 və 1987 və 91-ci illər. Və bu illərdə bilirsiniz ki, az sayda Azərbaycanlı tarixi torpaqlarımızdan, yəni İrəvandan, Özdə-Baba torpaqlarından deportasiya olunmayıb. Burada həm kütləvi qətlam var, həm deportasiya var, həm insan tələfatı var, həm də soyqırım məsələsi var. Və dediyimiz kimi soyqırım məsələlərində də həmin o beynəlxalq hüququn sənədlərinə söykənərək biz burada nəyə yönəlirik? Zorla köçürülmə və mülkiyyətə dəyilmiş ziyan. Üçüncü, bizim orada məktəblərimizin dağıdılması, tarixi abidələrimizin dağıdılması, dini abidələrimizin dağıdılması, kitabxanalarımızın dağıdılması, sonra ayrı-ayrı ictimai-siyasi xadimlərimizin deyək ki, bütün külliyyatın məhv olunması və ümumiyyətlə toponimimizin dəyişdirilməsi, tarixi yer adlarımızın dəyişdirilməsi. Yəni bu günləri biz bunların hər birini görürük. Yəni bu günləri İrəvanda çoxlu sayda o ki, məscidlərimiz, tarixi abidələrimiz var. Yəni bu günləri biz onun cəmi ikisini görürük və o da yəni dağıdılmış bir vəziyyətdədir. Tarixi İrəvan qalası demək olar yox vəziyyətindədir. İrəvan xalqına aid olan bütün o deyək ki, Xan sarayından tutmuş digər məsələlər hamısı dağıdılmış vəziyyətdədir. Bu günləri bizim İrəvan xanlığının yəni tarixinə dair mənbələr deyək, sənədlərmi deyək, vergi dəftərlərmi deyək və bütün məsələlər, qəbirlər deyək, məzarlarımız deyək, hamısı dağıdılıb. Və bu günləri biz demək olar İrəvanda bir etnik Azərbaycanı yoxdur. Və bunların hər birində özdə azınacaqlı məsələsi burasında bundan ki, xalqımıza qarşı yəni deportasiya haqsızcasına olub. Yəni bir belə deyək, soyqırımla, genosidlə, zorən köçürülməklə, evlərin yandırılması ilə, mal mülklərin tələf olunması ilə olub. Və təbii ki, dediyimiz kimi bu məsələdə bizə bax o həmin o Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bütün maddələri, bəndləri pozulub. Və eyni zamanda burada mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın bütün maddələri pozulub. Eyni zamanda qaçqınlara dair beynəlxalq konvensiyanın bütün maddələri pozulub. Və əlbəttə ki, biz hüquqi müstəfəni bu günləri bizlər bunu gündəmə gətirməkdə Azərbaycan xalqı və İrəvan, yəni orada doğumlu insanların həm hüquqi haqqıdır, həm beynəlxalq cəhətdən haqqıdır, həm də insani haqqıdır, həm də tarixi bir haqqıdır. Çünki onlar orada doğulublar, məruza, təcavüzə, soyqırma, kütləvi deyək ki, köçürməyə məruz qalıblar və onların bəzilərinin gözləri qabağında ataları, babaları, yəni valideynləri qətlamə məruz qalıb və bəziləri də bilirsiniz ki, vəhşicəsinə öldürülüb, yəni qətlam edilib və s. Yəni bunların hamısı bizə o baxımdan hüquqi cəhətdən əsas verir ki, biz tarixi Azərbaycanlılar olaraq həmin o İrəvan əsilli Azərbaycanlılar öz torpaqlarına qayıtmağın həm mənəvi haqqları var, həm hüquqi haqqları var, həm də insan haqqları var. Həm də eyni zamanda da hətta Ermənistanın özü də bir sıra paktlara qoşulub və məcburdur ki, Ermənistan hökuməti bu imzaladığı sənədlərə əməl etsin. Yəni təbii ki, indi bugünə qədər də biz Ermənistan tərəfindən yəni bu əməllərə, bu sənədlərə, bu konvensiyalara həm hüquqi baxımdan əməl etdiyini görməmişik, həm də insani tərəfdən əməl etdiyini şahidi olmamışıq. Bütün tarixi mənbələr Qərbi Azərbaycan torpaqlarının məhz Azərbaycana aid olmasını ciddi dəlillərlə sübut eləyir. Həmçinin o zaman İrəvanlı ziyalıların Əkinçi, Kəşgül, Kaspi, Şərqi Rus qəzetlərində Füyuzat, Həyat, İrşad, Molla Nəsrəddin kimi jurnallarla əməkdaşlıq ediblər. Yəni İrəvanlı müəllimlər, məzunlar və bir sıra ziyalılar. Hətta 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan dilində çıxan dövrü nəşrlər də olub
ki, yəni bu da həqiqətən də Azərbaycanlıların Qərbi Azərbaycanda bir əsrlərlə ömrü boyu yəni yaşamağını, yaşayıb yaratdığını sübut edir. Bax bu faktları araşdıran mənbələrdən nə deyə bilərsiniz? Doğru buyurursunuz. Yəni ümumiyyətlə o siz ki öncədən yəni biz İrəvan ziyalılarının, İrəvan ədiblərinin, İrəvan yəni müəllimlərinin və belə deyək də xüsusilə İrəvan məktəbinin yəni qurmuş müəllimlərin və hətta məzunlarının belə zamanla Əkinçidə, Molla Nəsrəddində, deyək İrşadda, Füyuzatda və sair qəzetlərdə məqalələrə öz əksini tapıb. Və maraqlı burasındadır ki, ümumiyyətlə biz İrəvan mətbuatın, yəni tarixə biz baxanda həm belə Çar Rusiyası dövrünü götürürlər, həm də Sovet Rusiyası dövrünü götürürlər. Təbii ki, burada da biz bu yazılarda o dövrə biz baxdıqca və İrəvandakı olan ictimai-siyasi vəziyyətinlə bağlı, tarixi proseslərlə bağlı, İrəvanda olan o ana dilimizin qorunmasıyla bağlı, ana dilimiz çox gözəl biz orada deyək ki, yazılar görürük və əlbəttə ki, bunların hər biri onun özündə göstərir ki, bu əlbəttə ki, bunlar qəzetlərin hər biri deyək ana dilində, Azərbaycan dilində yəni məqalələr öz əksini tapmışdır. Təbii ki, burada əski əlifbaları olub və s. Və burada da biz nəyi görürük orada? Məsələn, silsilə biz burada bir sıra müəlliflərinin biz qəzetlərə baxsaq, məqalələrini görürük. Məsələn, deyək ki, İrəvanda o dövrdə Molla Nəsrəddin jurnalının işıq üzü görməsi, yəni çox sayda o dövrdə məsələn bir sıra məqamları biz burada görürük və burada xüsusilə İrəvanlılardan Məmməd Əli Nasir, yəni bilirsiniz ki, və bunun biz eyni zamanda Əli Məhsunun, sonra Məmmədzadə İrəvaninin və digərlərinin zaman-zaman öncədən az çəkdiyimiz Əkinçidə, Molla Nəsrəddində, digər qəzet səhifələrində onların məqalələrinin şahid oluruq və bütün bunların hər biri də bəzən də bir sıra müəlliflərimiz də Molla Nəsrəddin jurnalının özündə müxtəlif ləqəblər üzərinə götürərək yəni məqalələrlə çıxış etmişlər. Və bu məqalələrin hər birində o dövrün ictimai-siyasi vəziyyəti, o dövrdə olan deyək ki, durum və xalqımızın ədəbi vəziyyəti deyək ki, öz əksini yetərincə tapmışdır bu məqalələrin hər birində. Bu sahədə Qərbi Azərbaycan mövzusunda tədqiqatlar davam eləyirmi? Varmı hazır? Bəli, əlbəttə ki, Azərbaycanda bu günləri Azərbaycan istər Milli Elm Akademiyasında, istər bir sıra universitetlərdə, bura Pedaqoji Universitet daxildir, bura belə deyək, Bakı Dövlət Universiteti daxildir və digər universitetlərdə və Qərbi Azərbaycanın tarixinə, ədəbiyyatına, toponimisinə və ictimai-siyasi vəziyyətinə dair bir sıra kitablar, tədqiqatlar, əsərlər də çap olunub, bu günə qədər gəlib çatmışdır. Qərbi Azərbaycan ziyalıları haqqında kitab, deyək ki, Qərbi Azərbaycan tarixinə dair kitab, Qərbi Azərbaycanda soyqırımla bağlı, deportasiya ilə bağlı kitablar, Qərbi Azərbaycandakı dedim ki, mətbuatla bağlı əsər, Qərbi Azərbaycanın ümumiyyətlə o maddi mənəvi abidələrinə dair kitablar, əsərlər çap olunub və hətta bir sıra artıq bilirsiniz ki, dissertasiya mövzuları da bu günləri bizim tədqiqatçılara verilir. Bizim tədqiqatçılar tərəfindən də və Qərbi Azərbaycanın tarixinə, mədəniyyətinə, ictimai-siyasi vəziyyətinə dair bir sıra elmi əsərlər, dissertasiyalar da müdafiə olunur və təbii ki, bunlar da bu günə davam etdirilir. Hesab edirəm ki, bunlar davam etdirilməlidir və bu Qərbi Azərbaycan məsələsi ta ki öz müəyyən deyək ki, nə qədər biz bunu araşdırsaq da, nə qədər bunları yəni elmi dövrəyə cəlb etsək də, hesab edirəm ki, bunları hər bir zaman gündəmdə saxlamaq lazımdır. Bunları tədqiqatı daha da artırmaq lazımdır. Çünki bu bizim milli məsələmizdir və vətəndaşlıq borcumuzdur. Eyni zamanda bir tariximizin bir parçasıdır. Yəni bəli. Bunları da təbii ki, bizlər nə qədər hesab edirəm mədəni biçimizə, tariximizə sahib çıxsaq, bir o qədər də bizim üçün əhəmiyyətlidir və bunları bir daha deyirəm, o Qərbi Azərbaycan hətta xalçalarını mı deyək, Qərbi Azərbaycan mətlislərini mi deyək, Qərbi Azərbaycanın deyək ki, xan və mətbəxini mi deyək, toponomisini deyək və tarixi yer adlarımızın öyrənilməsini mi deyək, çox önəmlidir və bunların hər biri, çünki o bizim milli mirasımızdır və Qərbi Azərbaycanda olan deportasiyanı bilirsiniz ki, buna bağlı əsərlər də çap olunub, kitablar da işıq üzü görüb
və hesab edirəm ki, bunları bir daha da beynəlxalq təşkilatlar səviyyəsində qaldırmalıyıq və dünya ictimaiyyətinə. Eyni zamanda bu əsərləri hesab edirəm dünyanın müxtəlif dillərinə tərcümə edib dünya ictimaiyyətinə yetərincə faktlarla, sənədlərlə, arxiv materiallarla, şəkillərlə çatdırmalıyıq və bu məsələdə də xüsusi bir məsələdən biridir ki, biz bu əsərləri xarici tədqiqatçılarla birgə tədqiqat aparsaq daha məqsədə uyğun olar. Daha biraz əl çatanlıq, yəni bir fransız alimi deyək, rus alimi ilə mi deyək, ərəb alimi ilə mi deyək və Avropalının digər alman alimi ilə deyək və s. alimlərlə birgə tədqiqatların aparılması son dərəcə önəmlidir, vacibdir, əhəmiyyətlidir. Yəni təsir dairəsi daha çox olar. Elə sizin sözünüzün qüvvəti mən elə bugün, yəni elə çəkilişdən gəlməmişdən 5-10 dəqiqə öncə belə bir informasiya oxudum. İsveçli rejissor Mikael Silkeberg Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən Yaddaşda yaşayan Vətən adlı 55 dəqiqəlik sənədli bir film çəkib. Film yaddaşın coğrafi sərhədləri aşaraq kimliyi necə qoruyub saxladığını araşdırır və filmin əsas ideyası Qərbi Azərbaycanı yaddaş vasitəsilə qorunub saxlanan məkan kimi təqdim etməkdir. Burada məkanlar, ənənələr və mənalar nəsildən nəslə ötürülərək yaşayır. Arxiv xəritələri və müxtəlif şahid ifadələri vasitəsilə film göstərir ki, bəzi coğrafiyalar siyasi sərhədlərdə deyil, mədəni şuurlarda yaşamağa davam edir. Elədir, bəli, doğru buyurursunuz və əlbəttə ki, bax bu siz qeyd etdiyiniz kimi bir xarici bir jurnalistin mi deyək, tədqiqatçısının mı deyək, bizim səsimizə səs verməsinin özündə böyük bir siyasi ictimai əhəmiyyəti var. Və eyni zamanda biz də Milli Elmlər Akademiyasının istər tarix institutunda, istər folklor institutunda, istər ədəbiyyat institutunda, istər dilçilik institutunda, digər institutlarda da bu Qərbi Azərbaycan məsələsi öyrənilir və bizim Şərqşünaslıq institutunda da və bizdə də Qərbi Azərbaycanla bağlı həqiqətlərinin və ərəb dilli, fars dilli və biz o mənbələr, xüsusilə fars dilli mənbələrə də biz baxırıq və onları elmi dövrəyə cəlb edirik. Xüsusilə Qərbi İrəvan xanlığı ilə bağlı çoxlu sayda şəkillər, sənədlər, məlumatlar, epiqrafik abidələr və əsasda belə mərasimlər, toylar və bunların da tədqiqatı çox mühüm məsələdir və xalçaların özünə öyrənilməsi, təbliği, təşviqi baxımından önəmlidir. Və əlbəttə ki, biz burada və Azərbaycan tarixində səyyahlarda da biz baxırıq və onların da əsərlərində və bu məsələlər öz əksini tapmışdır. Və bütünlükdə də hesab edirəm ki, bunların hər birinin Azərbaycanın ayrılmaz hissəsi olan, yəni belə hesab edək, biraz da deyək və Qərbi Azərbaycana qayıdışın üçün bizim üçün hər tərəfdən bir əsas var və inşallah gün o gün olar ki, hər bir Azərbaycanlı da və bizlər də bu qayıdış konsepsiyamıza da cənab prezidentin də apardığı və qeyd etdiyi və dəstəklədiyi belə deyək ki, bir məsələdir və Qərbi Azərbaycana qayıdış hər bir Azərbaycanlının və xüsusilə hər bir Qərbi Azərbaycanlının hüquqi, siyasi, mənəvi haqqıdır. Sağ olun, təşəkkür edirəm sizə. Minnətdaram, sağ olun.